9 ayın əziyyətinə və 4 ilin həsrətinə artıq dəqiqələr qalıb. Qızımız mamiçka olmağa hazırlaşır. Qızımız düz 4 il sonsuzluqdan əziyyət çəkirdi. Amma qeyd eləmək istəyirəm, bundan öncə 4 il bundan əvvəl 2 dəfə həmləliyi olub. Biri 16 həftəndə tüşük olub, biri də 20 həftəsində tüşük olub. Hətta 20 həftəsində uşaqlı boynuna tikiş qoyulmuşdu və o tikiş sökülmüşdü, ağrılar başlamışdı, qanaxma başlamışdı və həmləliyi sonlandırmaq qərarına gəlmişdilər başqa bir xəstəxanada. Qızımız ilk dəfə ailə quranda həmləlik baş verdi və elə həmləlik riskli keçirdi, qanaxma başlamışdı, ağrılar, düşük riski və 16 həftədə düşük oldu. İkinci həmləlik eyni uğursuz sonlandırıb, uşaqlıq boyuna 12 həftədə tikiş qoyulmuşdu, uşaqlıq boyun çatışmamazlığı idi, qanaxması var idi, ağrılar var idi və 20 həftəsində düşük oldu və ondan sonra gəldi yanıma həmləmiz, gözəl həmləmiz. Sonra aşkar olundu ki, uşaqlıq boşluğunda polip var, hormonal problem var, insulin dirənci var, şəkərə meyillik var, ciddi ağır genetik laxtalanma problemləri var və sairə problemləri var. Hətta polip götürüldü, ondan sonra uşaqlı boşunun qaşıntısı oldu, endometri çox nəzləşmişdi, 4 milli, 5 milli ondan qalxmırdı və müalicələrimizi 8-9 aya yaxın elədik. O düşüklərdən sonra həmləlik baş vermirdi, hormonlar hamısı pozulmuşdu, folikullar ümumiyyətlə yetişmirdi, həm stresslə əlaqədar, həm qaşıntı ilə əlaqədar, həm hormonal problemlərlə əlaqədar, artıq çəki ilə əlaqədar. Amma 9 aya, 8 aya normal saldıq, həmləlik oldu, eyni qorxurduq təkrar ki, təkrarlana bilər. 4 ayında, ya 5 ayında, ya 6 ayında düşük verə bilər. Yavaş-yavaş müalicələrimizi başladıq. 12-13 həftədə uşaqlıq boyuna tikiş qoyuldu və şükürlər olsun, uğurlu oldu. Bu həmləliyimiz, yəni mənlə bir yerdə gedən həmləliyimiz uğurlu keçdi. Nə ağrı oldu, belə çox qanaxma olmadı. Amma bir dəfə 16 həftədə hətta qanaxması başlamışdı. Getmişdi qızımız xəstəxanaya və orada demişlər ki, uşaqlıq boyunda tikiş götürülməlidir və uşaq götürülməlidir. Amma təcili qızımız mənlə əlaqə saxladı. Dedim ki, uşaqlıq boyunda heç bir tikişdə problem yox idi. Bu cift qopması var idi. Ondan sonra qızımız başqa xəstəxanaya uzandırdıq və qaldı orada bir həftə. Uşaqlıq boyun normal idi. Hematoma da yavaş-yavaş bərpa oldu. O 16 həftədə bir ağır bir problemimiz var idi. Sonra yavaş-yavaş ağrılarımız da keçdi, hər şey də normal keçdi. Düzdür, çox qorxurduq. Deyirdik ki, 28 həftəyə çataq, 32 həftəyə çataq. Hal-hazırda 37-38 həftəyə çatmışıq və sevinirik. Çox xoşbaxtıq. Dəqiqələr qalıb mamiçka olmağımıza. Sizə minnətdaram doktor. Həqiqətən bizim bu həftələrə çatmağımız möcüzədir. Yəni heç bir həkim mənə qaranti vermirdi. Deyirdi, vücudun övlad saxlamır. Şükürlər olsun, bugün çox xoşbəxtəm, çox sevinirəm. Ana olmağıma dəqiqələr qalıb. Sizə minnətdaram. Təşəkkürümü bildirirəm sizə. Təbriklər edirəm, arzu edirəm ki, hamısı belə sevinsinlər, hamısı da belə dəqiqələr qalsın. Əlbəttə ki, heç kimdə heç bir problem olmasın. Rahat həmləlikləri keçsin, rahat həmlə qalsınlar. Lap çətin də olsa belə axırımız gözəl olsun. Sizin sayənizdə. Göydə Allah, yerdə Elmira xanım, sizin sayənizdə bugün balama qovuşacağam inşallah. Sizi təbrik edirəm. Yavaş-yavaş gedək. Minnətdaram sizə. Biz də getdik.